Rasim Qaraca, Nilufər hekayə. Ay, sən Allah, o boyda şəhərdə sən kimə lazımsan? Kiminlə oturub araq içirsən? Kiminlə oturub siqaret çəkirsən? Dərdləşəcəyin bir adam varmı? Sən papan görüb bir dəfəlik köç gəl kəndə, ömrünü asfaltın içində kör eləmədən, hə? Bunları Səməd deyir. Əskərlik yoldaşım, mən ölümdən qurtaran adam. Düz deyir Səməd. İndi şəhərdən uzaqda olmağa, sakit təbiətə hər şeydən çox ehtiyacım var. Yataqxana, taleyin silküt elədiyi insanlar, səfalətin əbədi kədərlə möhürlədiyi üzlər. Artıq məni cana doyurub. Uzaqlaşmaq, uzaq bir yerə getmək, indiki həyat tərzimdən həmişəlik uzaqlaşmaq mənim də çoxdan karzımdır. Ancaq bunu da bilmirəm. Səməd də sanki öz xatirinə deyir bunu. Bir dəfə deyir, sonra da unudur. Bəlkə israr etsə, mən də üzə düşüb bir hərəkət eləyərəm. Müharibə hər ikimizin həyatını pozub. Səmədin əsəbləri körlanıb, sağ əlində qumbara partlayıb, barmaqları qatlanmır. Mən də itirilmiş rayonun qaçqın vətəndaşı statusunda, yataqxana divarları arasında keçməyən zamanın qurbanıyam. Səməd düz deyir. Heç kimim yoxdur mənim bu şəhərdə və yer üzündə. Təkcə uzaq Muğan çölündə, havalı başı ilə güzaranını sürdürən bir dostum var. O da Səməd. Bəlkə də sözünə baxaram. Şəhərdən köçüb kəndə yerləşər, onun qonşuluğunda yaşaya bilərəm. Ancaq bir məsələ də var. Elə ki Səmədlə görüşürəm, bir saatdan sonra məni yorur. Belə bir şeyin mümkün olmayacağını düşünürəm. Çünki bir xasiyyəti var Səmədin. Danışanda nəfəs almadan danışır. O qədər uzun cümlələr qurar ki, ciyərlərindəki hava tamam boşalar, ancaq Səməd hələ də danışmağa davam edər. Bu dəqiqə boğulacağını düşünərsən, onun əvəzində sən boğularsan. Üstəlik, ancaq özü danışar. Sənə danışmağa imkan verməz. Həyəcan basır adamı, tez canını qurtarıb qaçmaq istəyirsən bu boğulan adamdan. Yox, bu doğrudan da elə belə hal deyil mənim üçün. Elə ki, Səməd havasız səsi ilə dodaqlarını açıb yummağa başlayır, ən son nəfəsində daha bir yəni deyib davam edir. Onda yataqxanadakı bütün turşmuş sifətlər xəyalımda mələk kimi canlanır. Kənd söhbətin növbəti dəfə bağlayıram özüm üçün. Əyri üzünə, maif gözünə yaraşmayan şəvə kimi gür saçları var Səmədin. Bugün sabah 50 yaşı tamam olacaq. Saçlarına hər cür külək toxunub. Təkcə zaman küləyindən başqa. Necə vardı, elə də qalıb. Sanki özü də bilir yeganə var dövlətinin bu qara saçlar olduğunu. Bəlkə 10 dəfə eşitdirib mənə. Ay, saçlarını nəyə bana qartmısan? Bunu deyib gülür. Tütündən saralmış mırıq dişləri görünür hər dəfə. Şəhərə gələndə mənim yanımda yataqxanadakı tək otaqlı mənzilimdə qalır. Hər gələndə pay püş gətirir, halıma vaysınır. Sən Allah, tüpür bu şəhərə, çıxaq gedək kəndə deyir. Şəhərdə qalmaqda öz səbəblərim var. Nə qədər olmasa da burada işim gücüm var. Pis yaxşı pul çıxarda bilirəm burada. Səmədə başa salmağa çalışıram. Kəndə köçə bilmərəm deyirəm. Pulu olanda da olmayanda da düşündüyü təkcə bir şey var Səmədin. O da pul. İslah olunmaz optimistin biridir. Ən ümidsiz vaxtlarında da böyük proyektlər qurar. Bir dəfə müharibə təzə qurtaran vaxtlarda Bakıya gəlmiş, geri qayıtmağa pulu olmamışdı. Görüşüb söhbət etdik, çay içdik, çörək yedik. Səməd dəri tədarükünə başlayacağından, barterlə Türkiyədən şəkər toz gətirəcəyindən danışırdı. Sanki pul olsa filan şey filan edərdik cümləsi dilinin altında hazır gəlibdi. Yeri oldu olmadı sıçrayıb düşürdü ortaya. Əskərlikdə mənə çox yaxşılığı dəyib. Bir dəfə 3 günün yuxusuzluğundan sonra uzanıb tankın altında yatmışam. Tank hərəkətə gəlib, Səməd vaxtında sürüyüb çıxartmasa öləcəkdim. Başqa şeylər də olub. Bir sözlə Səməd yaxşı adamdır. Biraz kontuziyalı olsa da mənim dostumdur. Hər dəfə məni kəndə qonaq çağırır. Toydan toya, yasdan yasa getmişəm Muğan düzündəki Cəfərli kəndinə. İlk dəfə gedəndə bir də bu kəndə gələnin ağlı yoxdur demişəm öz-özümə. Əldən ayaqdan uzaq, yolu olmayan uzqar bir yerdir. Hökumətin bizdən xəbəri yoxdur deyir Səməd. Bu sözdə həqiqət var. Əskidən bu yerlərdə qaçaq mal-qara saxlayan, hökumətdən gizlənən adamlar yurt salıblar. Sonra yavaş-yavaş yaşayış məskəninə çevrilib. Qış aylarında yağmurlu havalarda bir dəfə yollar tamamilə keçilməz olanda mən də Səmədin sözünü özünə qaytarmışam. Nə var bu palçığın içində? Köç gəl şəhərə.
Bir də görürsən Səməd xortdadı. Xəbərsiz filansız durub gəlib Bakıya. Şəhərdə cürbəcür işləri olur. Çox vaxt hansısa nazirliyə şikayət məktubu gətirir. Postla yollanır. Çünki rayonda post işçiləri məktubları açıb oxuyur. Şikayət məktublarını cırıb atırdılar. Ya da həkimə görsənmək üçün gəlirdi. Başında qəlpə vardı. Əməliyyat olmasa öləcək. Əməliyyat olmağa da pulu yox. Daha doğrusu simiclik edir. Pulun o qədər dərdi var ki, sağlamlığını xərcləmək istəmir. Böyük külfəti var Səmədin. Bir də himayəsində yaşayan Nülüfər adlı bir bacısı. Nülüfər haqqında ayrıca danışam gərək. Bu cür qızlar haqqında xalq dilində təzəcə soyulmuş payız alması sözünü işlədirlər. Ancaq bu ifadə sizin üçün anlaşılmaz ola bilər. Mədəni bir ölkədə yaşasaydı, gözəllik yarışmasına qatılsaydı, əminəm ki, dünya gözəli seçilərdi Nülüfər. Dünyada məşhur olan modellərdən heç nə əksik deyildi. Düzgün üz cizgiləri, boynu buxunu, yerişi, təbəssümü qeyri-adi. Üstəlik, dünya gözəllərində olmayan bir özəlliyi də vardı Nülüfərin. O da üzündəki həyası idi. Yanağındakı xəfif qızartı onu daha cazibədar edirdi. Bir kərə gördünsə, daim düşünəcəyin bir qızdı o. Kəndə qonaq gedəndə bir əli ilə yaşmaqlanıb, o biri əlini uzadaraq görüşüb. Evin qadınlar olan qismində oturar, yalnız süfrəyə yemək və çay gətirəndə əllərini görə bilərdin. Üzünə baxmaq, kəlmə kəsmək kənd yerində yaxşı sayılmır. Beləcə öz gözəlliyindən xəbərsiz bir gözəl deyim, siz də məni başa düşün. Maniken və ya aktris ola bilərdi. Rəsimləri rəngli jurnalların üz qabını bəzəyərdi bəlkə. Talih ona Ucqar Cəfərli kəndində yaşamağa qismət etmişdi. Hər gözəlliyin bir eybi varsa, Nülüfərin də eybi himayəsində yaşadığı həmin bu qardaşı Səməddir. Ana-ataları vəfat etmişdi. Yetimçilik, kasıb həyat Nülüfərin taleyin tərsinə çevirmişdi. Onu istəyənləri o istəməmiş, beləcə yaşı ötmüş evdə qalmışdı. Kimdir kasıb qızı alan düşüncəsi də kənd yerlərində çox yayğındır. Üstəlik, kontuziyalı bir qardaşı varsa bir qızın, artıq o evə elçilərin düşməsi də bir ayrı məsələdir. Nə gizlədim, qəlbimdə Nülüfərə qarşı çox dərin və gizli bir sevgi vardı. Ancaq onunla evlənmək düşüncəsini yaxına buraxmırdım. Doğrusu, özüm ona layiq bilmirdim. Üstəlik qardaşı ilə də dost idim. Dostumun bacısına göz dikməyi özümə sığışdırmırdım. Əslində bu da deyildi. Sadəcə utancaq idim. Belə bir niyyətim olsa belə, Səmədə nə cür deyəcəyimi bilmirdim. Ana, bacım da ki, yox idi. Mən tanıyan gündən Səməd kasıbçılığın daşını atmaqdan ötürü yollar axtarırdı. Bir dəfə ağlına bir fikir gəlmişdi. Musiqi ilə qarpız yetişdirmək adı ilə varlanmaq istəyirdi. Qarpızlara maqnitofon qulaqlığı taxıb fotolarını çəkdirmiş, bunu qəzetlərin birində çap etdirməyə məndən xahiş etmişdi. İstəyi bu idi ki, alıcıların diqqətini öz məhsulunun üstünə çəkəcək, musiqi ilə yetişən qarpızlar bazarda daha çox müştəri toplayacaqdı. Dostumun arzusunu yerinə yetirdim. Qəzetdə naushnik taxılmış qarpızların fonunda Səmədin fotosu yayınlandı. Altından da belə bir xəbər getdi. Sabirabad rayonunun Cəfərli kəndində qeyri-adi hadisə baş verib, kənd sakini Səməd Əhmədov öz təsərrüfatında yeni üsulla qarpız yetişdirməyə başlayıb, 5 dəfə artıq məhsuldarlıq əldə edib. Əlbəttə xəbər şişirtməkdir. Təkcə bir dənə naushnik vardı, o da xarabdı. Ancaq fotolarda elə təsəvvür yaranırdı ki, bütün bostanda qarpızlara qulaqlıq taxılıb. Effekt gözlənilməz oldu. Aynez kanalına müxbirlər çətin yolları arxada qoyaraq Cəfərli kəndinə gəlmiş və Səməddən müsahibə almışdılar. Təbii ki, yalanın üstü açılmışdı. Ancaq bizim televiziyaçı dostlarımız da məsələni ağartmamışdılar. Efirə gedən materialda yalanı biraz da şişirdərək Səmədə reklam etmişlər. Nəticə, qarpız böyüklükdə 1-0. Səmədin biznesi yerindən tərpənməmişdi. Son dəfə Səmədi 3-4 ay bundan əvvəl şaxtalı bir qış günü gördüm. Zəng etdi. Məlum oldu ki, Bakıya gəlib. Təcili mənimlə görüşmək istəyir. Görüşdük. Əynində nazik gödəkçə vardı. Büzüşüb düzəyə dönmüşdü. Soyuqdan rəngi gömgö göyərmişdi. Mən görməyəli bir xeyli qocalmışdı dostum. Gəlişinin məqsədini öyrəndim. Sən demə şadlıq evlərindən biri ilə danışıb 20 dənə hinduşka istəyiblər. Səməd də borca girib hinduşkaları kəsib gətirib 5-3 manat qabağa düşəcəkmiş. Ancaq şadlıq evində hinduşkaları qəbul etməyiblər. Biz erkək hinduşka istəmişik, sən dişi gətirmisən deyiblər. İndi əlac mənə qalmışdı. Kömək elə bu hinduşkaları əridək deyirdi Səməd. Kömək elədim.
Birlikdə kafeleri, restoranları gəzdik. 3-1, 5-1 hinduskaları əritdik. Ən sonda oturub çörək yedik Səmədlə. Oradan buradan danışdıq. İçkili olmasaydım cəsarət etməzdim. Nilüfər necədir, deyə soruşdum. Nilüfər rəhmətə getdi, dedi Səməd. Səsi titrəmədi. Elə-belə quru-quru dedi bu sözləri. Üstündən yük götürülmüş adamın rahatlığı da vardı səsində. Yəqin o da içkili olduğuna görə Nilüfərin ölüm səbəbini danışdı. Qadın xəstəliyi varmış. Həkimə aparmağa utanıb, kənd yerində nə deyərlər deyib. Acizliklə üzümə baxır. Məndən öz hərəkətini təsdiq edən bir söz gözləyirdi. Nə deyəcəyimi bilmədən, götür bunu içək dedim sadəcə.